Sen bura dur, bura dur. O gözlem hoş oldular. Bir dakika gel. Real bir dakika bir dakika. Ceyhun Əliyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq Akvakultura Mərkəzinin direktoru. Bugün biz burada Baş Mülmuğan kollektorunda həm Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Akvakultura Mərkəzinin, eyni zamanda Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyindəki Su Nəqliyyatındakı Polis İdarəsinin, eyni zamanda rayon icra nümayəndəliklərinin, ictimai birliklərinin iştirakı ilə qanunsuz qurulmuş ov alətləri, xüsusilə dayanıqlı nevod qurğularının söküntüsünü həyata keçirdi. Həmin Mülmuğan kollektorunun Xəzərə tökülən ərazisində 2 ədəd nevod qurğusu, kanalı boydan boya bağlayan nevod qurğusu tərəfimizdən söküldü və həmin ovda istifadə olunan alətlərin bəziləri bu qurğuları quranlara özlərinə verildi. Qanunsuz ov alətləri müsadirə olundu. Ümumilikdə bildirmək istəyirik ki, həm Şirvan kollektorunda, həm də Baş Mülmuğam kollektorunda Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tabeliyindəki Zoologiya İnstitutunun rəyinə əsasən artıq balıq ovuna, sənaye balıq ovuna rəsmi kvota verilməyəcəkdir. Allah insafsızı kəssin. Balığa belə zülm verərlər.
böyle bir şey yok idi. Böyle bir şey var idi. Bak onlar da var idi. Her şey var idi. Her şey. Bunda bu var ha. Her şey yok. Bu toroslardan Şirvan kanalda o kadar kesmiş ya. O genç için ayrı kakao. Muğla İttifaqı rəhbəri Əfqan Əliyev baş Milmuğan kollektorunda uzun illər dənizə birləşən hissədə bir neçə yerdən balıqların miqrasiya yolları bağlanmışdı. Artıq bu 30 ildən artıq idi ki, bu baş verirdi və son 2 ildə Balıqçılıq Kənd Təsərrüfatı Nazirliyinə keçəndən sonra bu kvotalar artıq bura verilməyəcək və burada qurulan qurğular qanunsuz hesab edildiyinə görə burada sökülür. Bu günləri burada iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin Akvakultura Mərkəzinin rəhbəri Ceyhun Əliyevin şəxsən özünün iştirak etməsi bu böyük ümidlər yaradır. Həm təbiət sevərlərdə, həm də bütün bizim ümumi Azərbaycan Balıqçılar İttifaqı üzvlərinin 55 min üzvü var və bizə də çox böyük ümidlər verir. Çünki bizim də əziyyətimiz böyüdür bu işlərdə. Hər kəs bilir bunu. Və nəqliyyatda su polisinin burada əməkdaşları, şəxsən Rövşən Eyyubovun tapşırığı ilə burada iştirak edir. Biz həm Kənd Təsərrüfatı Nazirliyi naziri cənab Məcnun müəllimə buradan öz təşəkkürümüzü bildiririk ki, bu işlərə ciddi yanaşırlar və bu yerlərə, ümumiyyətlə Xəzərə birləşən çaylara kvota verilməyəcək və balığın populyasiyasına və miqrasiyasına qulluq edəcək bundan sonra. Və biz də öz növbəmizdə bu tədbirlərdə iştirak etməyimizin, dövlətimizin aidiyyatı qurumlarının yanında olmaq, birlikdə əməkdaşlıq etmək, bu bizə də bir məsuliyyət daşıyırıq bu işlərdə. Ona görə də bundan sonra biz ümid edirik ki, Azərbaycanın su hövzələrində balıq ehtiyatları 90%-ə qədər azalmasına baxmayaraq, çünki bu qurğular uzun illər bizim su hövzələrimizin populyasiyasının qarşısını almışdı və bundan sonra ümid edirik ki, balıq tez bir zamanda, yəni Azərbaycanın su hövzələri elə bir iqlimdə yerləşir ki, bizim su hövzələrimizdə balıq ehtiyatları tez bir zamanda tənzimlənəcək və artmağa başlayacaq. Çoxları dedi təmizləyə bilməzlər. Nətər təmiz işləri görürlər. Var. Bir aklın durağa değil. Aklın durağa tezlerinden basacaklar değil mi? Sağa değil, boşluğa dönüp değil mi? Bəli. Bəli, ona görə sizi gözləyirik. Hələ biz başlamalıyıq.